Çok şükür size, çok şükür size. Korkutursun beni. Hani bir gecəsi 15 manata düşür. Bir gecəsi 15 manat. Amma yer də fotosesiyalı yerdir də. Ay, texnologiya bax, texnologiya bax. Hər tərəfindən mənzərə yağır, hər tərəfindən mənzərə yağır. Bilirəm ki, dadı da qutabdadı olsun, nə olar dadı da qutabdadı olsun, nə olar, xahiş edirəm. Uşaqlar, istəyirəm başını sığallayıb, deyim, səni burada niyə işlədilər falan. Ay, bu dəqiqə yandıracaqlar özlərin. Salamlar, salamlar, salamlar. Ardayam, bilmirəm harda, bilmirəm hardayam. Waiwada. Waifa adlı bir yerdəyəm, amma burada yox. Gedəcəm mən başqa yerlərə gedəcəm, amma bilmirəm necə gedəcəm, nə tər gedəcəm. Hara gedim, necə gedim, yəni heç bir şəkildə heç bir məlumatım yoxdur. Sadəcə olaraq gəlib burada düşmüşəm. Bundan sonrası bir oturub ayıq başla bir baxmalıyam ki, buradan bir təxminən 30 kilometr falan uzaqda bir qədim şəhər var. Ora getmək istəyirəm. Amma necəsini bilmirəm. Heç bir şəkildə fikrim yox. Ay, nə qədər nudul yeyirsə ki, az yeyin. Az yeyin, ayağımış. Necə darışıqlara nudula. Qatardan düşənlərdir. Bu qatarla gəldim. Bundan əvvəlki videoda bu qatarda qalmışdı. Təxminən 15 saat falan bu qatarla. Ama yani qatarda bir nöqtədən sonra cəmaət düşməyə başlayır. Yəni deyə bilirsən, yəni oturacaqlar bir nöqtədən sonra şey olur, boşalır. Gedək görək başımıza nə iş gəlir. Burada iki dənədir dəmir yolu xətti. Bir bu gəldiyim bu əsas dəmir yolu xətti, bir də buranın cənub dəmir yolu xətti var. Oradan mən gedəcəyim Fenguengə gedir qatar, amma Fenguengin uzağına düşürəm. Mən gedib orada bir də əlavə bir dənə də taksiyə minməliyəm. Onun üçün gedirəm buranın indi avtobus stansiyasına, avtobus vağzalına ki, görüm oradan bir avtobus tapsam o daha yaxşı olacaq. Avtobusun gedərim. Deyəsən buradır. Amma sadece bilet çeşidi var. Bilet yazısı veriyor. Yazısı var Çin dilində. Çin dilini tərcih öyrənmək lazım. Tərcih. Aha, dedim. 50 var. Tamam, aldım biletimi. Burada. Bir avtobusla gedəcəm. Burada oturum. Hələ 1 saat falan var hələ avtobus. Yəni, ne olur, niyə dalgasız buralar? Yəni 10, neçə manat? 51 yuan nə qədər eləyir? Peki ben 12-13 manat, 12-13 manat avtobus bileti aldım. İndi gələm Fenguengə. Görək orada hələ düşürəcək məni. Ondan sonra gələk də başımıza nə istəyər. Çok şükür size, çok şükür size. Korkutursun beni. Nasıldı? Okay. Aha, bununla gel. Ben niye göz vursanız? Ne düşün avtobusu? Maraqlı düşün avtobusu. Böyle bir avtobus böyle şey olacak. Narahat falan. Gittik. Aha mı geldi çatdı. Aha mı geldiyse. 15-20 dəqiqədə piyada yol gedəcəm və salam. Və çayın gözəlliyinə bax. Dojiang çayı. Və çay deyirəm. Amma mənə konkret, yəni bu konkret bu mənzərə mənə şey xatırlatdı. İsveçrə, Bern. Konkret da, yəni İsveçrə, Bern'də olanlar yəni haqq verərlər. Konkret bax o mənzərədir. İsveçrə, Bern. Bibi ne satırsan ay bibi, o bibi ne geçen şeyler satır. Güzelliğine güzeldir. Ama çok qəşəngdir mənzərəsi, həqiqətən çox qəşəngdir bura. Mənzərəsi. Bilirdim. Bilirdim belə qəşəng mənzərəsi
Ha, niyə mən tərifləyirəm də, sizi tərifləyirəm. Niyə mənə imkan vermirsən sizi tərifləyim? Və niyə mən avtobusla getmirəm gedəcəyim yerə, yəni? Avtobus gedir, dayzadı. Niyə piyada gedirsən ha? Bu şəhərə Fenguang da deyirlər, Phoenix də deyirlər. Amma belə bilinən adı Fenguangdır. Onun üçün də Fenguang deyəcəyik biz də. Nə? Sonra gələrəm. Baxdım qəşəng, ümumiyyətlə bu Hunan bu əyalətinin qəşəng yeməkləri var. Hətta dadına baxarıq. Sevdim buralı. Yəni el değilməmiş qədim yerlər təbiət mənzərəsi ilə birləşəndə necə olur? Bax bu şəhərdə görəcəyik. Və çox da turist olmayan yerlər. Burada yəni turist, yəni olsa yerli turistlərdir, belə deyək. Xarici, yəni Çin xarici çox adam. Ümumiyyətlə Çin xarici adam bayaqdandır gəlirəm. Bir nəfər belə, yəni Çin xarici adam görməmişim. Bir dənə mənə hal-hazırda. Onun üçün də yəni biraz qəribə baxışlar olur üzərində. Aha, düşdüm dar küçələrə. Bu məhəllələrdən birində qalacam. Bax, yəni belə yerdə qalacam. Amma həyatımda ilk dəfədir ki, bu cür bir məhəllədə qalacam. Normalda belə yerlər, çünki bu cür qədim, bu cür belə mənzərəyə sahib yerlər düzsün ki, çay mənzərəlidir. Yəni, amma çox baha olur. Amma burada tutduğum yer cəmi cümlədən $10. Gecəsi cəmi $10 da yox, az. 3 gecəsinə qədər verdim, 3 gecəsinə verdim 45 manat. Yəni bir gecəsi 15 manata düşür. Bir gecəsi 15 manat. Sən bu mənzərənin gözəlliyinə bax. Və mən bu mənzərədə qalacağam. Bir neçə gün bu mənzərədə qalacağam. Nə təşvif. Bir neçə gün bu mənzərədə qalacağım. Burası mən qaldığım yer harada onu bilmirəm. Buralarda bir yerdə olmalıdır. Tapım. Gözəlliyə bax. Burada amma heç kim yoxdur orada. Niyə? Heç kəs yoxdur orada. Niyə heç yoxdur orada? Pasport? Futsal, yani futsal pasport olur. Başka ne olacak? Saat yarımda bunu gözlüyoruz. Saat yarımda uzanmayacağım burada gözleyip gelsin. Oha. Burada ben burada çok aparman olur. Bro, ay sallayabilirdim hele burada. Aslında kalkmıştım bura, bilirdim bu otaqdı. Çünkü otağım var sen. Şişi $10 tuttum. $10 değil, $9 falan. Thank you. Şişi. $8, $8 da değil. $8 tuttum. Otağım. Ya ne olsun. Kandiçenkası var. Yatmağa yeri var. Eyni qiyməti hostel var. Dedim, yox, hostel olmaz. Bunların bir dənə tualetini öyrəşəmirəm. Hələ də öyrəşəmirəm bunlar tərs tualetinə. Tualeti niyə belə qoymuşsunuz axı? Yəni hələ də bu Çinin tərs tualetlərini öyrəşəmirəm. Gətir. Neyse biraz yataq dincələk, sonra çıxıb davam edərik. Haydi. Başladıq, getdik. Harada qalmışdıq? Tamam. Bura Çinin dediyim kimi Fenguang adlı bir şəhəridir. Bir dənə bu şəhərin gözəlliyinə baxansınız. Yəni biraz İsveçrəni xatırladır. İsveçrənin Bern şəhərinin. Amma sənə deyim, yəni heç də oradan geri qalmır da gözəlliyinə görə. Həqiqətən çox amma çox gözəldir. Bura axşamlar partlayır qardaş, dağılır. Axşamlar burada. Bura bu arada yəni xarici turist demək olar ki, özümdən başqa çox az burada xarici turist gördüm. Çox az, çox dəhşət az. Yəni 4 dənə, 5 dənə görsən
yolla gedəndə böyük şeydir. Bura Çinli turistlər, ancaq Çinli turistlər gəlir bura, yerilər. Amma axşam bura qaynayır, bildiyin qaynayır axşamlar. Bu küçədə yəni axşam hərəkət eləmək o qədər çətin olur ki. Təsəvvür elə ki, yerli paltarlar geyinirlər, bunlar öz yerli paltarlarında. Gəlib burada fotosesiya plan edirlər, Çinlilər. Çinlilər ha, başqaları yox Çində, bu paltarlardan, bu geyimlərdən. Bunlar olan milli geyimləridir. Geyinirlər, Çinin də hər yerindən gəlib burada fotosesiya edirlər, fotosesiya. Bu körpünü deyirəm. Körpü də axşam işıqlandırılır. Axşam bu nə da, bu nə da. Bu arada bu şəhər dediyim kimi Feniks şəhəri adlandırılır. Feniks, o quşu bilirsə Feniks quşun. Ya bu nə gözəllikdir. Hə, o Feniks quşun bilirsiniz, o Feniks quşu bizim dildə nə deyir o Feniks quşu? Zümrüd quşu gedir. Zümrüd quşu. Yox, Feniks. Feniks quşu nə deyir bilmirəm. Feniks, nə isə Feniks. Uzatmayaq. Çox amma çox qədim şəhərdir. Yəni bu gördüyünüz evlər yəni minimum belə deyim də 400-500 ili var minimum. Daha qədim vaxtlara da gəlib çıxır yəni amma minimum 400-500 ili var. Minimum. Bu küçə doludur yəni yemək yerləri ilə. Bu getdiyi yer sağı solu yemək yerləri. Ümumiyyətlə Çində yemək işi çox rahatdır, çox. Yəni kimsə düşünürsə ki, məsəl üçün Çində bunlar deyirəm, fotosesiya eləyirlər. Fotosesiya eləyirlər burada. Amma yer də fotosesiyalıq yerdir də. Sən də bu mənzərənin gözəlliyinə bax. Sən də bu mənzərənin gözəlliyinə bax. Yaxşı gəlmişəm, yaxşı gəlmişəm. Çox qəşəng yerdir, çox. Həqiqətən bu ara küçələrdə gəzmək çox qəşəng hiss elətdirir adamı. Yəni mən uzun müddətdir buralarda Asiyada da belə deyim, bir yer axtarırdım ki, havası nə soyuq olsun, nə isti olsun, belə orta dərəcələrdə bir havası olsun. Şort geyinə biləsən, amma çox da isti olmasın. İstədiyin vaxt üstüvə bir qalın bir şey geyinə biləsən, amma çox da soyuq olmasın. Həqiqətən də bura o yer imiş. Hongkongda yəni onu tapdım. Konkret o yerdə. O bibimə bax, o bibim nə qəşəng papağım var abi. Bibiyə də salam verən kimi bibi nəsə satmaq istəyir. Özüm belə. Heç kiməsə bir dənə nihav deyən kimi nəsə satmağa çalışır. Nə nihav, cəlal. Küçədə radar qaçdırıb, yoxsa mənə elə gəlir. Canım üçün bu küçədə radarı niyə quraşdırıblar ki? Sürətli yerim yesən deyə. Burada bu küçədə niyə radar var? Yəqin buradan motor falan keçməsin deyək də. Sonra biraz körpün üstündə gəzişək. Burada bu muşmulalar çox şeydir, məşhurdur. Muşmula deyirlər buna, Yapon ərcillə deyirlər. Çox məşhurdur. Çox yerdə satılır. Elə var, meyvədən satırlar. Bunların milli geyimləridir. Bundan Bacasılar biraz daha cumartesi saat 4'e qalır da. Biraz daha keçdikcə küçədə adam sayı daha çoxalır. Bunlar milli geyimləridir. Bundan çıxırlar fotosesiya eləməyə, bura gəlirlər fotosesiya eləməyə. Milli geyimləri. Ətrafda fikir verin, yəni Çinlilərdən başqa demək olar ki, heç kəs yoxdur. Nə yapıyorsunuz çocuklar? Şəkil çəkirlər. Hamısı gəlib bu mənzərənin şəklini çəkmək üçün.
Bu Fonqang şəhəri konkret, sistematik şəkildə gəzmədiyim şəhərlərdən birisidir. Yəni necə gəldi gəzirəm də. Yəni heç bir məlum şey ona nədir? Yəni konkret yer olmadan ki, bura gedim, bura gedim. Yəni benim küçələrində azmaqla gəzirəm, belə deyim. Ki bu cür gəzdiyim şəhərlər mənim daha çox xoşuma gələn şəhərlərdir. Nə satırsınız? Xiyar. Ay nə varsan sən? Niyə soyundun mən görüb? Meyvə, şaftalı bu şey. Yox. Mən gördüm soyundu. O belə gərəksiz özgüvəni olan oğlanlar olur. Məni görüb deyin soyundun. Ne oynuyorsunuz burada? Şirinler ne oynuyorsunuz? Bunların dominosu diyeceğim. Bunların dominosu diyeceğim. Aa bu şey oynamıştı ha. Bundan şey de var ya bu. Neydi o şeyin oyunun adı? Windows'larda olur. Bildim ben nasıl oyun. Windows'larda olur oyun. Yemekleri çok böyle ucuz değil sence de bak. Bütün bu gördüğün yemekler bak. 4'e böl de bak. 4 manat, 5 manat. 4 manat, 5 manat. Yani yumurta mesela üçün 50 qəpik. Ama çok ucuz yani mənə buranın yeməkləri çox. Hətta belə bu marketin. Hətta şeydən belə ucuz gəlir. Yəni düşünün, Vietnamdan belə mənə ucuz gəlir bura. Bilmirəm, yəni Vietnamla müqayisə edirəm. Bəlkə eyni, ya eynidir ya daha ucuzdur. Bir marketə bir sualım var. Ay kart oynuyorsunuz ya burada. Kumar oynamayın ha. Hadi oynayın. Sualım. Suyu alırsan. Suyu aldın. Geldim buraya. Alipay. Geldin. Açırsan Alipay'i. Alipay'i açtın. Scan. Vurdun. 2. Vurdun. Bayındı, buna səs gələcək ki, bu ödəniş oldu. Baba fikir səsə bayındı. Gördün? Okay. Səs gəlir ki, ödəniş elədi. Ay, texnologiya bax, texnologiya bax. Möcüzə, valla. Ödənişə edirsən, avtomatik ondan yəni ki, sizin balansınıza 2 manat ödəniş olundu. Bu arada bu 50 qəpik. Duryanı neyisi? Mən bu duryanla barışa bilmədim də mən də. Duryanı Bu meyvənin adı duryandı, baba gözü göstərəcəm. Bu meyvənin adı duryandı. Əslində yəni dadı o qədər də pis bir meyvə deyil, duryan. Amma mənim biraz ön yarğılıyam duryana qarşı. Nəyə görə? Çünki mən bir dəfə ilk duryanla tanışdığım şey olmuşdu mənim Miami'də. Miami'də bu aeroportdan düşdüm, avtobusa mindim ki, gedim Miami çimərliyinə gedim, orada qalacaqdım. Avtobusa birisi mindi. Əlində də bilmirəm, əlində o vaxt bilmirdim də, yəni bu iyisin falan. Avtobusa bir iyi bürüdü. Daha burun çartlayır da, elə bir dəhşət bir iyiydi də, yəni dözülməz bir iyiydi. Yəni fikirləşdim ki, bu belə iyi olar falan. Sonradan bildim ki, o duryana görəymiş, duryan yerdi avtobusun içərisində. Ondan sonra dedim, bu duryan deməli hörmətsiz meyvədir. Amma dadını yəni yoxlamışam, dadını təbii ki bilirəm. Belə də yəni çox az olsan yeyərsən, amma belə. Dedim arxa küçələrini gəlin Fonqangın. Arxa küçələri də qəşəngdir. Yəni çayın kənarı tamam turistik yer falan ola bilər, amma arxa küçələr də çox səliqəli qəşəngdir axı. Həqiqətən qəşəngdir ha. Dağların arasında, çayın kənarında, bundan arasında olsun. Sərin havası var. Sərin dedim, yəni belə şortiklə də gəzə bilərsən. Amma çox isti deyil. Yəni sweatshirt falan geyinə bilərsən, çox da soyuq deyil. Yəni çox belə maraqlı, gözəl havası var buranın. Hong Bao körpüsü. Sən deyəsən elə bir şey, Hong Bao. Buranın belə Buranın körpü deyəndə şey başa düşürsən. Yəni körpü də adi körpü. Körpünün içərisi də belədir. Yəni satış yerləri falan. Mənzərəyə bax. Mənzərəyə bax.
çox. Wow. Hər tərəfindən mənzərə yağır, hər tərəfindən mənzərə yağır. Hə, bu körpünün adı burada yazılıbdır. Rainbow Bridge. Göy qurşağı körpüsü. Hadi buranı gördüm şey yadıma düşdü. O Tekken oynayırdığı uşaq vaxtı. İndi də var, uşaq vaxtı yəni indi oynayırlar. O Tekken yadıma düşdü. Buradakilərdən soruşuram ki, hava həmişə belə olur. Deyir, yox, külək də olduğu olur. Amma çox güclü yağış yağdı. Yağış normaldır, amma külək dağların arasında buranın külək tuturmu? Deyə düşünürəm yəni. Nəsə atırsan Ayqa? Nə var? Hə, o, hə. Tütək kimi. Tütək kimi. Çünki burada dağların arasındadır. Masaj, yox, masaj. Yox, istəmirəm, sağ ol. Hə. Dağların arasındadır çünki bura. Çay keçir. Dağların arasında, çayın kənarında, yəni belə bir maraqlı bir yerdədir. Yağış bura üçün normal, amma külək olduğunu çox düşünmürəm. Nə pişirir? Bu taba oxşar nəsə var mı? 这个比例就是这个， Aha, nədir o? Nə bileyim. 对，就这个， How much? 5块， Five. 哦，对，5块， Uno. 好。 Bilməm nədir bir şey, amma bir dənə alacağım ondan. Qiyməti elə baha deyil. 1 manat 20 qəpik falan. Bax, Çində ən sevdiyim şeylərdən birisidir. Fərq eləmir, küçə satıcısıdır və yaxud da mağazada, hamısında bu cür Alipay sistemi var və yaxud da WeChat var. Gəlirsən bura, məsəl üçün, bunu aldığım şey nə qədər eləyəcək? 5 yuan. Açırsan buradan Alipay'i. Açırsan buradan Alipay'i. Burada Alipay'dir, düzdürmü? Bunu skan eləyirsən. Skan elədin. Verəcəyin məbləği oraya yazırsan. 哦，好了好了， Yazdın. Pay vurdun. Pay. Ödədin. Vəssalam. Ödədin. Bu. Ya bu qədər sadə. Sizdə kart keçirmir, keçmir. Bütün Çində hər yerdədir. Bu yəni küçədə satış edəndən tutmuş, mağazada satış edən fərq eləmir. Yəni hamıda bu Alipay və yaxud da WeChat sistemi var. Hamı ödənişini çox rahatlıqla belə eləyə bilir. Ax Çin, ax. Bu Çin bunun qutabı oxşur. Bilmirəm ki, dadı da qutabda olsun, nə olar dadı da qutabda olsun, nə olar, xahiş edirəm. Bir dəfə bişirdiyi, istədiyi kimi alınmadı deyə. Götürdü onu atdı ki, no spicy. no spicy， 是什么？就是说什么都不要，是吧？ Yaxşı söz deyirsən inşallah. Birinci istədiyi alınmadı deyə. Yəni bir balaca qırağı yanmışdı. Götürdü onu bütövü də tulladı. Təəssüm biçirdi. Duyğulandım, həqiqətən duyğulandım. Yəni o yanığın bir balaca qırağını təmizləsinə, nə var ya bunda götür yedə bunu heç bir şey demədi. Götürdü onu qırağa tulladı. Təəssüm biçirdi. Onda adına baxım. Hə. Qutabın adını təbii ki verməz, amma qəşəng dadı. Dünyada heç nə qutabın adını verməz. Üstünə o sumağı yazsa, ay can. Ürəyim dözmədi. Dedim, yox, çıxıb bu şəhərin, bu ətrafını görməliyəm. Yəni, çünki, bizəcə, bura tamam, tarixi şəhərdir, tarixi yerlərdir də. Amma bunun bir çölü də olmalıdır axı, deyə düşündüm. Bir şəhər kimi düşünək də oranı. Dedim, bunun bir çölü də olmalıdır. Amma yəni, çölü də bu vəziyyətdədir. Yəni, hər yerə eynidir. Və maraqlı olan bir sən nədir? Gəlmişəm qiymətlərinə baxıram buradakı. Buradakı qiymətlərlə ya bura artıq kənardır. Yəni o ən turistik nöqtədəki qiymətlər arasında, yəni cəmi cümləti ona 10% belə bir fərq var. Yəni adamlar yəni nə bilim, çox maraqlı. Yəni turistik yer deyib, yəni 1 dollarlıq şey, yəni 5 dollara falan satmırlar da. Yəni 1 dollarçı uzağı 1 dollar 10 sentə falan satarlar. Hə bax, bura artıq
Tarixi mərkəzi elə buradır məncə. Çünki nəyə görə burada Feniks quşu var. O quşun burada heykəli var. Bu heykəli bura qoyublar da, deməli mərkəz bura olub da. Bilmə bax, muşmula ilə şaftalı satır. Bilmə bax. Bu meyvə xoşuma gəlir mənim. Moruğa oxşur, amma dadı biraz daha fərqlidir. Tam moruq dadı vermir. Yəni, belə təkidlə, yəni Fenguangda şey axtarıram ki, iri hündür mərtəbə binalar falan axtarıram. Yəni, çox kənarına çıxmışam artıq Fenguangın ki, bir iri Audi artıq orada var. Artıq orada şəhərdən kənar sayılır. Çünki şəhər bu hissələrdir. Deyirəm də, mən hal-hazırda deyir buradayam. Buradayım da, yəqin ki, mənə orada göstərir. Artıq şəhərdə kənardır. Yəni, belə bir şəhər qoruyub saxlayıbdılar. Alos, nə deyim? Bu nədir? Bu nağara deyil. Bu nağara, şey də bu. Hə, bu şeydir bu. Hə, o. O şeydən də bu vururlar, bu neyse musiqi aləti, belə deyil. Adım bilmədiyim bir musiqi aləti. Bilmə bax, şirindir də, şirin. Şirindir də, bilməm də, şirindir. Belə. Getdik. Burada muşmula nə qədər yeyirlər ha. Nə qədər yeyirlər, nə qədər satılır. Daha doğrusu, bu da buranın qala qapısı. Qala qapısı. Qala qapısı. Buranın qapısı deyəndə qala divarı. Qapısı nədir? Qapı orada da, qapı divar. Belə. Düz demişəm də. Çox da qardaş bu qala qapısı. Hamısı var. Gəlirlər, milli geyimlərini geyinirlər, gəlirlər. Bunun yatağın, pilotun yatmağına bax elə. Mən qaldığım yer var, bu məhəllədir, bax burada. Çəşilə, yıxla. Bir işin avan olsun, bir-birinə satırsan. Can, yorulub durdu. Elə çox istəyirəm, getdiyim hər yerdən bir şeylər alım. Ən azından xatirə olaraq qalsın falan. Hiçbir şəkildə alınmır. Hiçbir yerdən ala bilmirəm ha. Yəni, çünki qətiyyən alınmır məndə o. Düşün, yəni hər yerdən bir dənə, heç nə yox, bir dənə çöp alsam hər yerdən. Mənim o çantamın ağırlığını siz təsəvvür edin nə qədər olar. Onun üçün də qərara gəlmişəm ki, ümumiyyətlə heç bir yerdən işinanmayayım. Bu qədim Feniks şəhərinin, Fenguangın qala divarlardır artıq. Amma bu hissədir məncə. Şəhər bu hissədir. Yəni bu qədim şəhər bu bir hissədir. Mən qaldığım tərəf bu qədim tərəfi deyil buranın. Qala divarı bu tərəfdəsə, deməli bu tərəf daha qədimdir. Məntiqi olaraq da, yəni ağıl var, məntiq var da. Bibi, çox qəşəng papağımız var bibi. Çox qəşəng papağımız var bibi. Bu körpü buranın ən məşhur körpüsüdür. Bir dənə sərin vurdu. Bir dənə qəşəng sərin vurdu buradan. Deyirəm də, bura mənə şeyi xatırladır, yəni konkret. Nədir onun adı? İsveçrədir, Berni. Konkret ha. Çaydan bir dənə qəşəng sərin vurdu mənə. Bu da körpü, körpünün qırağında oturan Sadiq. Körpü, Sadiq. Sadiq, körpü. Belə. Buradan da qəşəng mənzərəsi var. Maraqlı bir yer. Bu bibilərin papaqları məni öldürürdülər. Gəlin indi buranın sizə axşam görüntüsü göstərim. Bu da buranın axşam görüntüsü. Axşam vaxtda bura belə olur.
Axşam vaxtı məncə daha gözəldir o. Axşam vaxtı həqiqətən daha gözəldir. Bir də bura sübh tezdən oyanıb baxmaq lazımdır, amma axşam vaxtı bir dənə bu bunlar mahnı oxuyurlar deyə mən də burada qalıram. Yəni bunların səsləri bir bazı şeydir, amma hər şey o qədər burada möhtəşəm, o qədər gözəldir ki, yəni təsəvvür eləyin ki, yəni mənim indiyə qədər qaldığım Cənub-Şərqi Asiyadakı ən sakit yerlərdən birisi ola bilər. Səhərlər bura sakit olur. Ümumiyyətlə saat 10-dan sonra burada demək olar ki, səs olmur. Yəni 11-dən sonra tamamilə bir sakitlik olur burada. Çox gözəl olur da bura həqiqətən. Gündüzü başqa maraqlı, gecəsi başqa maraqlı belə bir yer. Puşu. Yeməklərin qiymətinə var qardaş. Yəni nə bilim 10 manat, 9 manat, 12 manat. Yəni çox münasib qiymət. Özdə bura yəni düşünün ki, ən turistik nöqtəsidir də, yəni buranın. Ay mən neçə gündür buradan keçirəm. Hər dəfə də elə bilirəm bəs ki, bu real uşaqdır. Hər dəfə elə bilirəm real uşaqdır bu. Hər səfərində elə bilirəm bəs ki, oraya uşaqdır. İstəyirəm başını sığallayıb, deyim, səni burada niyə işlədilər falan. Görəm, yox, oyuncaqdır. Aban kişilərin də geyimi şeydir, maraqlıdır. Buynuzlu. Səhv çəkirsən. Elə kadr çəkərlər. Aşağıdan tuta telefon. Bu iş, bunlara bunu öyrədincən. O deyirlər, içində nə bilim, ilan qurbağa yeyirlər, nə bilim, yarasa yeyirlər. Boş söhbətdir, bax, hər şey var. Görürsünüz, burada əqrəb var, nə bilim, belə qurt var, səhərkə var, belə qurtlardan var. Aycan, qaqama bax, lotu deyil. Lotu deyil, bax, belə maraqlı yeməkləri çoxdur. Təbii ki, bunu zarafatla deyirəm. Çində ürəyiniz nə istəyirsə tapıb yeyə bilərsiniz. Baxın, görürsünüz. Hər cür yemək var burada. Hər cür ət yemək var. Bu cür gəlib kebablardan seçə bilərsiniz. İstədiyiniz kebabı seçirsiniz, verirsiniz, orada bişirir. Qəşəng yeyirsiniz. Soyuq kebabı ola bilər, nə bilim, mal əti ola bilər, donuz əti ola bilər. Burada fərqli yeməklər var. Görürsünüz, hər cür yemək burada var. Görürsünüz. Yəni, düşünməyin ki, Çindəki insanlar bütün gün burada da yeməklər var, nudullar var, düyülər var. Yəni, düşünməyin ki, Çindəki insanlar, hətta burada qəşəng burgerləri var, burada qəşəng yeməkləri var. Yəni, düşünməyin ki, Çindəki insanlar ancaq və ancaq ilan qurbağı yeyir, yarasa falan yeyir. Yəni, Çin yemək cəhətdən həqiqətən də dünyanın ən gözəl ölkələrindən birisi ola bilər. Burada da belə bir pagoda var. Burada da belə bir pagoda var. Ayda. Bu qəşəng sözünü deyə bilmirəm. O yüzden başqa bir söz axtarıram demək ki, yəni çox şeydir, yəni. Burada nə qədər fotoqraf var ha. Hamısının da əlində belə 70-200 lenslərlə. Hamısının əlində belə fotoaparat 70-200 lenslər belə burada şəkil çəkdirir cəmaət. Fotosesiya. Tonqal, Navruz bayramı. Tonqal qalıblar burada. Yanaşsınız, bala, elə eləmin. Bu dəqiqə yandıracaqlar özlərin. Bala, elə eləmin, o yanar o. Burada zaman maraqlı bir fotosesiya yeri var. Buradan ümumiyyətlə tüşlü zad verirlər. Keçməydən onun qabağına yazıq şəkil çəkdirir daxı orada. Qaqama bax, qaqam karizmadır da. Ona görə belə şəkilləri çox da sevmirəm. Belə çox mənə süni gəlir. Mən canlı şəkillər, təbii şəkilləri daha çox sevirəm. Yəni çox süni gəlir mənə. Bilirəm o şəkildə çəkilib daxı. Yəni əlində məsələn nəsə tutur beləsinə, paltar geyim, çox süni gəlir də. Bilirəm o şəklin arxa fonun. Bayaqdan burada lat oynayırdınız. Uduzdunuz nə bütün pulunuzu? Bütün bağa gəlirlər, bu ikisi var bu cütlük. Gəldilər burada lat oynayırlar səhərdən. Bütün pullarını uduzdular getdilər. Mağımın yığını mağımı. Nə bala, latodan kimə xeyir gəlib, ikisi də gəlsin.
Qumardan bala uzaq durun. Hə, pulunuzdan yazığınız gəlsin. Yazığınız. Bax bu, bax kardeşə bax məsəl üçün, bax. Sənin gündəlik həyatın bu formadadır ki, sən belə şəkil çəkdirirsən. Çox süni bir şəkil deyil səncə də, yəni. Sən gündəlik o lampa ilə gəzmirsən axı həyatında, yəni. Nə var, yəni, bəyənmirəm belə şəkil. Bəyənmirəm, neyim? Vur öldür məni, bəyənmirəm belə şəkil. Pizza Hut deyil, hə? Pizza Hut'dur da bu, pizza yeri. Burada KFC də var. Kişi də olmasa KFC tanımayacağım, yəni. Ve KFC də, KFC deməkdir. Bax, Kentucky Fried Chicken. KFC. Asıram yalanla ne yazım öyle. Ay sen ne boydasan ha, ay pişik. Ay. Yersen sen adam ha, piştiril. Ay sen ne çok yekədir bu. Çok yekəsən. Ay, abala. Çok yekədir olayı. Dəhşət yekədir. Aha, gene oxuyur. Oxuyur, gene oxuyur. Aycan. 请抓着我冰冷的手，让我继续向北。一路的风雨路，在我说。 Səni verənə şükür, Səs deyirəm, səsdir. Bu səs yəni nə bilim valla. Möhtəşəmsən. Möhtəşəm. Yəni bu insandırmı bunu oxuyan arada düşünürsən? Hal olsun, eşq olsun. Aycan. Səs deyirəm. Səhərdən də orada. Ay lan, nə qədər siz? Səhərdən də orada oxuyur. Dayanmır, səhərdən də orada oxuyur. Dağıdır ortalığı. Dediyim kimi saat artıq 11 olan kimi hər yer bağlanır. Bağlanır deyəndə yəni belə səs-küy azalır da, bağlanmır. Yəni açıq yerlər də var. Məsələn, bura açıq yerdir. Səs-küy azalır, ətrafdan insanlar azalır, musiqi falan dayanır. Qəti şəkildə səs-küy olmur. Yəni belə sakit bir yerə çevrilir. Hello. Saat 11 olan kimi bu vəziyyətdə olur. Hər vəziyyəti gözəldir, bu vəziyyət də gözəldir belə. Elə videonu da burada yekunlaşdıraq. Hər halını göstərmiş olduq bu şəhərin. Mənim həqiqətən də çox sevdiyim bir yer oldu. Deyirəm, siz də bəyəndiniz. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolar görüşmək ümidi ilə. Sağ olun.